Salam dəyərli həmvətənlər, hörmətli soydaşlar. Biz bugün ilahi ədalət haqqında danışacağıq. İlahi ədalət varmı? Əsrlərdir insanların ümidlə gözlədiyi o ədalət nə vaxtsa bərqərar olunacaqmı? Müsəlmanların müqəddəs kitabı olan Quran-ı Kərimdə Tanrı ona ibadət edənləri dəstəkləyəcəyini vəd edir. Gerçək həyatda isə bunun tam əksini görürük. Müsəlmanlar zülmə, təqibə məruz qalır, azlıq, səfarət içində yaşayırlar. Bəs Tanrı onlara niyə kömək edir? Niyə ona ibadət edənləri çəkdiyi əzablara göz yumur? İndi deyəcəksiniz ki, Tanrı onların mükafatını axirətdə verəcək. Bu dünya sadəcə bir imtihandır. Bu boyda mərhəmətin, bu boyda ədalətin sahibi olan Allah, cənnətdə bu ədaləti bərqərar etmək iqtidarında olan Allah, bunu həm bu, həm də o bir dünyada edə bilməzmi? Məsələn, Allah keçmişdən bəri peyğəmbərlərə kömək etdiyini, proseslərə müdaxilə etdiyini Quranın bəzi ayələrində açıq-aşkar yazır. Bəs ətrafımızda baş verən hadisələrə, zülmə məruz qalan bəndələrinə niyə kömək etmir? 14 əsrdə tutan Allahın yiyəsiz qalan 5-10 bəndəsi sınaqdır, imtihandır, bir bildiyi var deyərək özlərinə təsəlli verirlər. Özlərindən mehdilər, məsihlər uydururlar. Tanrının onları unuttuğunu qəbul etmək istəmirlər. İlahi ədalət yarımçıq yox, tam olmalıdır. Yəni, hər kəsi əhatə etməlidir. Axı o insani yox, ilahi ədalətdir. Mehdinin ya da İsa'nın zuhuru bu ədaləti necə bərqərar edəcək? Fərz edək ki, Mehdi 2 əsr sonra zuhur etdi. Və sənin, sənə qədər olanların və səndən sonraçıların haqqı necə bərqərar olunacaq? Mehdinin 2 əsr sonraki zuhuru bugün zülmə məruz qalıb, Allahdan kömək istəyənlərə haqsızlıq deyilmi? Ədalət insana, ədalətsizliyə düçar olanda lazım olur. 2 əsr sonra gələn Mehdi mənim nəyimə lazımdır? İlahi ədalət niyə gecikir? Ədalətin gecikməyi ədalətsizlik deyilmi? Gecikən ədalət, ədalətdirmi? Niyə hər şey lap əvvəldən ədalətli olmadı? Niyə Allah şeytana da, Adəmə də eyni gözlə baxmadı? Niyə fərq qoydu? Qoyduğu fərqin nəticəsini niyə hesablamadı? Biz bugün şeytana lənət oxuyuruq. Tanrı ilk ədalətsizliyi eləmək şeytana etmədimi? Əsrlərlə sənə xidmət edən birini təzə yaratdığın birinin önündə səzdə etdirmək, alçaltmaq adildirmi? Deyəcəksiniz, şeytan asi çıxdı. Birincisi, şeytan asi çıxmadı. Ədalətsizliyə baş qaldırdı. Doğru deyəni 9 köydən qovarlar məsəli bəlkə də bu hadisədən doğur. İkincisi, laf tutaq ki, şeytan asi çıxdı. Adəm də asi çıxmadı mı? Allah Adəmi yaradıb, şeytana, ona səzdə et deyəndə bilmirdimi, Adəm onun üzünü qara çıxardacaq. Bütün bunları ələ alanda 4 ehtimal önə çıxır. 1. Allah bunları öncədən görmədi. 2. Gördü, amma əhəmiyyət vermədi. 3. İnsanlar hər şeyi özləri seçdi. 4. Bütün bunlar bir imtihandır. Birinci ehtimalı götürsək, Qurana görə Allah baş verən hər şeyi görür və bilir. İkinci, görür, amma əhəmiyyət vermir. Yəni, Tanrı bütün bu baş verənləri görür, amma susur. Bu qədər zülmə, işgəncələrə məruz qalan günahsız insanların, məsum uşaqların həyatı onun üçün heç bir əhəmiyyət kəsb eləmir. Və bütün bunlara susan Allah Bədir savaşında 5 dənə qara ərəb ölməsin deyə hadisələrə müdaxilə edir. Deməli, Allah üçün o 5 qara ərəb bugün Suriyada, İraqda, İranda, Qəzzada, Xocalıda, Gəncədə ölən minlərlə günahsız insandan, Afrikada acından ölən uşaqlardan daha vacibdir. Musanın əsasını yılana çevirən, Sara üçün çölün düzündə bulaq yaradan Allah, gözlərini göyə dikib bir tikə çörək üçün son ümidlə yalvaran bir uşağın səsini eşitmir. Məryəmə cənnətdən xurma sifariş etdirən Allah, Somalidə bir uşağa bir qara parça çörəyi verə bilmir. Keçmişdə hər xırda şeyə görə 3 gündən bir müdaxilə edən Tanrı bu qədər hadisələrin fonunda niyə susur? Üçüncü ehtimal isə insanların qədərlərini özlərinin təyin etdiyidir. Yəni, insan yaxşını da, pisi də özü seçir. Tanrı seçimlərə müdaxilə etmir. Bu ehtimalı ilk olaraq Quran təqsib edir. Məsələn, Bəqərə surəsinin 7-ci ayəsində deyir ki, Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Digər Quran ayəsi olan Qəssas surəsinin 56-cı ayəsində isə Allah dilədiyini doğru yola yönəldir deyir. Bu ayələrdən də məlum olur ki, öz müqəddəratını təyin etmək insanın əlində deyil. Məsələn, bir uşaq valideynini, doğulduğu ölkəni, şəhəri özü təyin etmir. Yəni, cahil toplumda doğulan bir uşaq cəhaləti özü seçmir. Finlandiyada doğulan bir uşaq və sivilizasiyadan kənarda, ucqar bir kənddə doğulan bir uşaq necə bərabər şərtlərdə imtahan edilə bilər? Bir kitabla, digəri isə azlıqla sınanır. Bundan əlavə, niyə insanlar kasıblıqla sınanır? Soruşsalar, hər kəs imkanlı şərtlərdə sınanmaq istəyir. Kasıb və bağlı necə adi şərtlərdə imtahan edilə bilər? Əslində, Allah insana heç bir seçim vermir. Səni onun istədiyi seçimləri seçmək üçün təhrik edir. Bunu isə sənin genlərin və beyninə yerləşdirdiyi alqoritm vasitəsilə edir. Sənin genetika necə formalaşır?
Sənin 5 əsr, 10 əsr əvvəlki babandan bu günə qədər olan bütün şəxslər Tanrının onlara yazdığı xanımla evlənməli. Hətta qəbul etdiyi qidaya qədər hamısı eyni olmalıdır. Və bu zəncirdə bir halqa fərqli olsa, məsələn, sənin 2 əsr əvvəlki baban qismətində olanı yox, başqa bir qadınla evlənsəydi, bu gün sən mövcud olmayacaqdın. Sənin bu genetik quruluşun bir algoritm rolunu oynayır. Və sən qarşına çıxan nəsnələrə, hadisələrə həmin algoritm uyğun reaksiya verirsən. Quranda Allah biz istədiyimizi doğru yola yönəldər işləyəndə məhz bunu nəzərdə tutur. Məsələn, biri Quranı oxuyur, mömin olur, biri oxuyur, kafir olur. Hər kəs qarşına çıxan hadisələrdən fərqli nəticə çıxardır. Sənin azad iradə ilə seçdiyini, düşündüyün şeyi əslində Allah Adəmi yaratmadan öncə sənin üçün təyin edir. Bəs Tanrının ədaləti hanı? Bu dünya üçün Tanrının ədaləti yoxdur. Bu dünya üçün Tanrının ambisiyaları var və planları var. Ali bir məqsədi var və bu məqsədə gedən yolda hər kəs bir vasitədir. Boyuna düşən işi icra edir. Əslində biz hamımız böyük bir puzzlın kiçik parçalarıyıq. Bu puzzlda Xameyni də olmalıdır, sənətçi də, oğru da, pedofil də. Burada məsələ insanlar, onların hissləri deyil. Məsələ Tanrının planıdır. İlahi ədalət olsa ahirətdə olardı. O da ki, hər kəsin cənnətə getməyi ilə mümkündür. Çünki heç kəs öz həyatını özü seçmir. Tanrının ona əmr etdiyi şəkildə var olur. Nə Hitler olmaq istəmədi, nə Stalin, nə də digərləri, nə də şeytan asi çıxmaq istəmədi. Tanrı istədi və oldu. Sizə də bu və bunun kimi mövzular maraqlıdırsa, mənim yazdığım asi kitabımı əldə edərək oxuya bilərsiniz. Hər birinizə təşəkkür edirəm, sağ olun.